İmam Sadiq əleyhissalam Rüfaiyə deyir ki, bu il həccə getmisən, bu il həccə getdin. Qalə qultu cu'iltu fidak. Ma kana indi ma əhiccu bihi. Bu il imkanım olmadı, gücüm çatmadı. Bu il eləyə bilmədim, İmam Hüseyn əleyhissalamın ziyarətinə gedə bilmədim. Və lakin, üz istəm, həccə gedə bilmədim. İmam soruşur, bu il həccə getmirsən? Deyir, dedim ki, imkanım əl vermədi, gedə bilmədim. Və lakinni, ərrəftu ində qəbri Hüseyn ibn Əli əleyhissalam. Amma Ərəfata getdim, Hüseynin qəbrini ziyarət edirdim. Əbu Abdullah Hüseyn əleyhissalatu vəssalam. Getdim ağanın ziyarətinə. Həccə gedə bilmədim, amma Ərəfat günü, ki bilirsiniz də o günlər xüsusi günlərdəndir. İmam Hüseyn əleyhissalamın ziyarətində biri də Ərəfat günüdür. Həccə gedə bilməyən Ərəfata getsin İmam Hüseyn ağanın ziyarətinə. Həccə gedə bilmədim, amma getdim Ərəfatda İmam Hüseyni ziyarət elədim. Qaləli ya Rifaiə, ma qəsurtə, heç netirməmsən, mənə dedi. Dedi, ey Rifaiə, heç netirməmsən, ma qəsurtə, əmmə kanə əhlü minafihi. Yəni, həcdə olanların ələ gətirdiyindən az şey ələ gətirməmsin. Həqiqi mənada ya, məcazi mənada demir. Həqiqi mənada ki, minadakiların elədiyi savabı elə bilməyə qazanmamsan. Yəni, həcdə, təvafda, Ərəfatda olanların elə bilərsən savabını ələ gətirə bilməmsən. Elə deyil ha. Ardıca ağılları heyran qoyan bir dənə cümlə işlədir. Lovla ənni əkrə. Lovla ənni əkrə. Ən yədəən nasul həccə. Ləhəddəstükə bi hədisin la tədəu ziyarətə qəbril Hüseyn əleyhissalam. Gör sözə baxırsan. İnsanların həcdən əllərini çəkməsindən qorxmasaydım. İmam deyir ha. İnsanların həcc ziyarətindən əllərini çəkməsindən qorxmasaydım. Kərbəla ziyarəti barədə elə bir dənə hədis deyərdim sənə ki, əbədi olaraq ayağınızı oradan kəsməzdiniz. Əbədi olaraq ayağınızı oradan kəsməzdiniz. Rifai deyir, bu sözləri deyəndən sonra Sümmə nəkətəl ərz, gözün tikdi yerə, səkətə təvilən, uzun bir dənə sükut elədi. Dəhşətdir, valla, dəhşətdir. Nə fikirləşib o susqunluğun içində görəsən? Nə düşünürmüş? Nələr fikirləşirmiş? Başın qaldırdı, sümmə qaləm. Əxbərəni ibn əbi, atam mənə xəbər verib. Qalə mən xələcə ilə qəbril Hüseyn arifən bi həqqi. Hər kəs İmam Hüseyn əleyhissalamı arifən bi həqqi ziyarətinə gedə. Onun arifən bi həqqi doğrudan da çox ağır mövzudur, arifən bi həqqi. Amma aşağısı budur ki, ən zəifi budur ki, onun Allah tərəfindən təyin edildiyi vilayəti qəbul edəsən, beyətinin üstündə olduğunu dərk edəsən, boynunda olduğunu dərk edəsən, dostunu dost, düşmənini düşmən biləsən, ən azı budur da, hər kəs deyir, arifən bi həqqi evindən çıxa və imamı ziyarət eləməyə gedə qeyrə müstəkbirin, amma təkəbbürri hissi olmadan İmam Hüseyni ziyarət eləməyə gedə, səhibəhu əlfə mələk ən yəminihi və əlfə mələk ən yəsarihi. 1000 mələk sağ tərəfindən gedən onun, 1000 mələk sağ tərəfdən onu müşahidə eləyər, 1000 mələk sol tərəfdən onu düz qəbri Həzrət Əbu Abdullah Hüseyn əleyhissalama kimi müşahidə eləyər. Gör, nə əzəmətdir Həzrət Əbu Abdullah Hüseyn əleyhissalatu vəssalamın ziyarəti. İmam Hüseyn əleyhissalam bir şəxsdir ki, Allah Peyğəmbəri göndərir ki, get onun yerə tökülən qanını yığ bir dənə şişənin içine apar Allahın ərşinə. Əzəmətli Peyğəmbəri göndərir ki, qanı yığ bir dənə şüşəyə, apar Allahın ərşinə. Ziyarətinin əzəmətindən bu başa düşülməlidir ki, onun Allah yanında özü hansı dərəcədədir ki, ziyarətinin bu qədər əzəməti varsa. Ziyarəti bu qədər əzəmətli, şiddətlidirsə, fövqəl idrakdırsa, təsəvvür olunması deyilsə, gör özü nə həddədir, nə əzəmətdədir Allah yanında. Arifən bi həqqi ziyarət eləyən üçün ardıcı nə buyurur imam? Buyurur ki, və kətəbə ləhu əlfə hiccətin və əlfə umrə. Ardıca bir dənə söz var, vay, ha, həqiqətən. Arifən bi həqqi İmam Hüseyn əleyhissalamı ziyarət eləsə, Allah onun üçün 1000 həcc yazar, 1000 ümrə, 1000 həcc yazar, 1000 ümrə,
ardına bax. Mə'ə nəbiyyin o vəsiyyən nəbiyyin. Elə bir peyğəmbərlə bir yerdə yola düşüb gedib. Elə bir Əli əleyhissalamla bir yerdə yola düşüb, bir-birinə baxa-baxa, göz-gözə gələ-gələ, çiyin-çiyinə durub gedib İmam Hüseyin əleyhissalamın ziyarətinə. Təsəvvür edirsiniz nə əzəmətdə bir savabdır bu? 1000 həcc və 1000 ümrə özü də peyğəmbərin ya da əmir əl-mümininin bayrağının altında durub gedib Həzrəti Əbu Abdillah Hüseyin əleyhissalatu vəssalamı ziyarət eləməyə. Allahın nümayəndəsi. Diyanır onun qəbrinin qabağında. Deyir Allahın, peyğəmbərlərin, vəsilərin və bütün şəhidlərin salamı olsun sənə. Yəbnə əmir əl-müminin. Ay əmir əl-mümininin oğlu. Hamısının salamı olsun sənə. Hər gün Allah 124 min peyğəmbər və vəsilər Həzrət Əbəlfəz əleyhissalama salam verirlər. Hər gün salam verirlər. Təsəvvür edirsən nə deməkdir?